Qarşıdan İmam Zaman mövludu gəlir. İmam Zaman əleyhissalamın mövludu bilirsiniz Şaban ayının 15-ci günüdür. Nimə-i Şaban gecəsidir. Çox fəzilətli bir gecədir və Qədr gecəsindən sonra ən üstün gecə hesab olunur. Şaban ayının 15-ci gecəsi, hətta Qədr gecəsində bağışlanmayanların Şabanın 15-ci gecəsi bağışlanacağı deyilir. Çox üstün bir gecədir, çox fəzilətli bir gecədir və əməlləri də bu gecənin də önəmi var. Hətta deyilər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət. Başqa nə hacətləri var dua eləsinlər. Şabaniyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat əlbər deyə bilər. Subhanallah və elhamdülillah və la ilahe illallah və allahu ekber. Bunu 100 dəfə demək olar. İstiğfar eləmək olar. Öz dilimizdən kimin gücü nəyə çatır? 2 rükətlə namaz qılıb dua eləsə işdir və ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə ündürlüyü olsa lap yaxşı olsa. Olmasa elə üstü açıq bir yerdə bir insan üzü qibliyə diyansın, sağa sola və göyə baxsın. Esselamu aleykə ya Aba Abdullah, esselamu aleykə və rəhmətullah və bərəkət. Bunu bir-iki cümlədir. Esselamu aleykə ya Aba Abdullah, esselamu aleykə və rəhmətullah və bərəkət. Kim bunu eləsə, Peyğəmbərlərin hamısından görüşür, bunları ziyarət edir. Çox fəzilətli, gözəl gecədir, ona Bərat gecəsi də deyirlər. Duaların qəbul olduğu gecə.